Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilər. Bir neçə gün əvvəl mən bu bağda video çəkmişdim. Frisko M14 üzərində olan frisko ağaclarına gələn xəstəlik haqqında. Xatırlayırsınızsa, yarpaqlara qırmızıntıl belə bordovo rəngdə, zoğalı rəngdə ləkələr gəlmişdi və nə xəstəlik olduğu haqqında sizdən məlumat soruşmuşdum. Necə mübarizə aparmaq lazım, bütün bunlar haqqında sizdən soruşmuşdum, video paylaşmışdım. Həmin video kanalımda var. Xəstəlik yoxsa dərmanların əks təsiri adında video kanalımda var. Xülasə olaraq, indi bu videoda mən həmin xəstəliyə qarşı necə mübarizə apardım, onu paylaşmaq istəyirəm. Çünki məndən bir çox izləyicilərimiz soruşur. Deyir ki, onların da bağlarında bu xəstəlik var, necə mübarizə aparaq. Mən bu xəstəliyə qarşı kapitan bir də dəniz yosununu vurdum. Gördüyünüz kimi həmin xəstəlik maksimum bu qədər artdı və dayandı və digər yarpaqlarda bu artma getmədi. Yəni qarşısı alındı. Yəni bu cür qıraqları qurusa belə, yəni artmadı və daha pis vəziyyətə düşmədi. Yəni elə bil ki, həmin xəstəliyi dondurdu və ağaclarda böyük bir problem yoxdur. Yəni həmin xəstəliyin qarşısı alındı və yeni zoğlar əmələ gəlib. Yəni yeni zoğ atıb və heç bir problemsiz zoğlar atıb. Məsələn, mən sizə göstərim, digər zoğlar da, orada da zoğlar var. Yəni ağac inkişafdan qalmayıb. Baxın, yeni zoğlar atıb. Baxın, bu da növbəti ağacımız, yeni zoğlar atıb. Kifayət qədər uzun zoğlar da atıb. Məsələn, bu ağacımız da o cür xəstəliyə tutulmuşdu. Baxın, nə qədər zoğlar atıb. Yeni zoğlar da atıb. Yəni xəstəlik də həmin ağacdır. Baxın, zoğ atan ağacdır. Baxın, necə var, o cür qalıb. Yəni xəstəlik inkişaf etməyib. Və bu cür də həmin budaqda təzə zoğlar atıb. Dəyərli izləyicilər, mən bu videonu nəyə görə paylaşıram? Çünki birincisi məndən soruşanlar oldu. Həmin xəstəliyə qarşı necə mübarizə apardın və hansı nəticə aldın? Ona görə paylaşdım. İkinci məsələdə mən ümumiyyətlə bundan sonra istəyirəm ki, hər bir xəstəlik haqqında videolar çəkim. Məsəl üçün, manilyoz xəstəliyi nədir? Necə yaranır, qarşısı necə alınır, fəsadları nədir, həmçində klastosporioz nədir, kokkomikoz nədir, antraknoz nədir. Bütün bunlar haqqında mən ayrıca videolar çəkib paylaşmaq istəyirəm. Yəni, siz bir video baxdıqda bir xəstəlik haqqında tam sizdə fikir formalaşsın. Həqiqətən bu xəstəlik nə xəstəlikdir, manilyozdur, kokkomikozdur, yoxsa klastosporiozdur, antraknozdur və s. Çünki mən hal-hazırda görürəm ki, videolar paylaşmışam. Soruşuram ki, bu xəstəlik məsəl üçün nə xəstəlikdir? Yəni izləyicilərimizin yarısı məsəl üçün ya klastosporiozdur, yarısı antraknozdur, yarısı kokkomikozdur və s. Görürəm ki, izləyicilərimizdə fikir ayrılıqları var. Yəni belə başa düşülür ki, tam xəstəliklər haqqında informasiya olmayan insanlar həqiqətən də çoxdur. Ona görə mən istəyirəm ki, hər bir xəstəlik haqqında ayrıca videolar çəkim və bir video bir xəstəlik haqqında sizdə tam təəssürat yaratsın ki, bu artıq məhz klastosporiozdur, antraknoz və yaxud da kokkomikoz deyil. İzlədiyiniz üçün sizə təşəkkür edirəm. Növbəti videolarda görüşənədək kanala abunə olmağı, videoları bəyənib paylaşmağı unutmayın.